Mən TikTok şəbəkə üzərindən video paylaşmışam. İlham Əliyevə səslənmişəm ki, Cənab Prezident, mən buradan siqnal ötürürəm ha sizə. Siz özünüz demişsiniz ki, vətəndaşlar hər hansı bir yolla da olsa mənə siqnal ötürsünlər. Mən onların problemini bilim. Mən siqnalı ötürürəm buradan. Temur bəy, bu siqnal ya onlara çatmır, ya da ki bu siqnal onlara sərf eləmir. Deməli, mən yarım milyondan yuxarı baxış gəlib videoya. Bu necə oldu ki, buna bir dənə vəzifəli şəxs baxmadı, bir dənə nazir bunu görmədi. Bunların yanı rüşvət bu qədər mi gözlərini kör elədi? Bunların rüşvət bu qədər mi məhv elədi? Bunların yanı bu korrupsiya, TTX bunları görmür. Amma mən bu günləri gedib əlimə 50 manat pul alıb, birindən 2 dənə azot alsam, desəm ki, bu işə mən baxıram, o nazir baxmır. Mən baxıram bu azot söhbətə. Məni həmən dəqiqə qolu bağlı aparıb, mənə 15 il iş verərlər. Bu dövlətin quruluşu başdan əyilir. Bu aşağılı bir şey yoxdur. Aşağıda oturanlar bizlərik, biz kasıblarıq. Necə ki bizi verdilər qabağa, getdik vətən uğrunda canımızı fəda elədik ki, yəni mən ümid edirdim ki, bu vətən uğrunda biz gelib canımızı belə fəda elədiksə, belə qəhrəmanlıq göstərdiksə, 30 il işğal altında qalan torpağı 44 gün aldıqsa, mən belə fikirləşirdim ki, yəni bu ölkədə bizə göstərilən qayğıdan hətta belə erməni belə danışacaq. Amma bu günləri erməni oturub bizə balet edir ki, biz sosial şəbəkədə şəhid ailələri, qazilər, vətəndaşlar, millət qırılır acından, millət üsyan edir, bankilər minib belimizə. Mən bilmirəm, bankı saxlayayım, yoxsa üzr istəyirəm, uşaqlarımı saxlayayım.